Kızım, ilk önce karşında baş əyirəm. Bizim üçün əmanətsən. Biz sizlərlə fəxr edib qüruz keçirdik. Bu gün sizin Atos vətən uğrunda canından keçib. Atos bizim rahat, sərbəst, azadlığımız uğrunda canından keçib. Atos Azərbaycanın üç rəngli bayrağını dalğalandırdı. Biz sizlərlə də fəxr edirik. Kızım, bir iki kəlmə siz də deyərdiniz. Ağlama. Adamı rəhmət eləsin, Allah bizi rəhmət eləsin. Kızım, bu günləri qarşında baş əyirəm ona görə ki, bizim ailəmiz, Azərbaycanın üç rəngli bayrağımız və vətənin rahat, sərbəst azadlığı sizin Atoza borcluyuq. Bu gün Atoz canın qurban verdi. Təki vətən sağ olsun dedi. İstərdim siz də bir iki kəlmə deyəsiniz, bir övladı kimi, ağlamadan. Cənnətdəki insanlar günü təbrik edirəm. Allah qazilərimizə şəfa versin, veteranlarımıza Allah öz şəfa versin. Sizə sağ olun, gəlibsiniz. Allah şəhidlərimizi rəhmət eləsin. Siz də analar, xoş gəlibsiniz. Sağ olun, Allah kömək olsun. Dəyərli analar, bugün şəhidlərimizlə bahəm, bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib, gecəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var. Allah qazilərimizə şəfa versin. Veteranlarımıza can sağlığı. Allah ordumuzu qorusun və sizin kimi analarla da fəxr edirik. Tuncəli ana, Sevil ana, gələn ayaqlarınız var olsun. Bugün qəhrəman şəhidimizin mövlud gündür. Elə sizdən bir dənə kəlmə söz götürək. Buyur. Allah bütün şəhidləri rəhmət eləsin, yerləri cənnət olsun. Bu Osman balamızın. Onun da ruhu şad olsun, mövlüdü mübarək olsun. Yoldaşına, balalarına Allah can sağlığı versin, uzun ömür versin. Həmişə onun ruhu bunlara duacı olsun. Bax, bu gördüyümüz ana 3 övlad dağın sinəsində gəzdirən anadır. Çünki analar elə bir analardır ki, övladların vətən uğrunda qurban versə də, başlarını dik tutaraq, təki vətən sağ olsun deyir. Sevil ama qarşında baş əyirəm. Allah sizi var eləsin. Və bizim sağ ol, Allah sizi qorusun. Var olasan. Bizim evin yeganə övladın vətən uğrunda qurban verən, bu gün də başını dik tutan və deyir ki, çölə çıxanda da özümü görürəm, evə girəndə də özümü görən bir ana, bax bu gün yenə də şəhidimizin mövludundadır. Onun da dilindən bir kəlmə eşitmək özümüzə borc bilirik. Buyur anam. Allah mövludu mübarək eləsin. Allah balalarına, ailəsinə can sağlığı versin. Sağ olun. Var olasan. Qarşıda baş əyirəm. Var olasın. Rəhmət eləsin, Allah bütün şəhidlərimizə, qazilərimizə can sağlığı versin. Cənnətdəki acım var. Var ol kızım, var ol. Hamımızı xoş gördük. Durmayın, durmayın. Səhəri bizə də qorxu, bırak. Qaldı yaya. Bəli, qəhrəman şəhidimizin adına bişirilən tort övladı tərəfindən kəsiləcək. Yediyle kesme ama sana kurban. Mövludu mübarək olsun. Əlim gəlmir ağrısına. Yok, gelsin, o gelsin, koy güle güle qayıtsın. Ruhu şad olsun. Ruhun şad olsun bana. Mövlüdü mübarək olsun. Allah balalarına məqsəd, yerində elm, dərs, bərqərar eləsin. gözəl saadət qismət Atalarına eləsin. layiq evlad olsun. Amin. Yok, ağlamaz mənim qızım hələ. Bir dənə qızımızı alqışlayalım. Çünki qəhrəman şəhidimizin övladıdır. Allah şəhidimizin ruhunu şad Bir eləsin. görüm elə ana qurban. Ay sağ ol. Ay sağ ol. Səni. Allah sizləri var eləsin, dəyərli analar. Qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Stul qoyarsan, buraya yegiş stul. Var. Durma sen. Allah qəbul eləsin. Köməyiniz olsun.